Bəlməlməzlərim. Bilirsiniz ki, ustadlarımızdan belə görmüşük ki, dastanın əvvəlində 3 ustadnamə deyərlər. Amma biz düşünmüşük ki, 3 yox, birini deyək, bir olsun, eşidənlər pir olsun. Ən ibtida torpaq idim, tərpəndim, cövlana gəldim, 4 mələyin zatındanam, dolana dolana gəldim. Əridim, yağ tək süzüldüm, eşki həvəslə üzüldüm, heyranam necə düzüldüm, o bir qətrə qana gəldim. Qan oldum, yerimdə qaldım, 5 ayımda nəfəs aldım, 9 ayda məskən saldım, doğuldum, cahana gəldim. Götürüb tutdular suya, bələdilər boydan boya. Dedilər, tez verin maya, tifili nadana gəldim. Anam Layla dedi, yatdım, gah yatanları oyatdım. Maya əmdim, maya tutdum, az-az qana cana gəldim. 1 yaşda durdum ayağa, 2 yaşda eyvan otağa, 3 yaşımda oynamağa baxdı, ata-ana gəldim. 4 yaşımda dedim, güldüm, 5 yaşda tərbiyə oldum, 6 yaşda qulluq bildim, gətirdim, nişana gəldim. 7-də ver dəftərimi, 8-də bil hünərimi, 9-da xeyri şərimi, 10-da qana-qana gəldim. 15-də dərsimi aldım, gələcəyi yada saldım, elmin dəryasına daldım, dolandım, ümmana gəldim. 20-də növcavanam, qoy sevinsin atam, anam, düşmanımla mən düşmanam, bəsləndim, meydana gəldim. 25-də mən dərinəm, olarmı işdən ərinəm, çalışdım, yaxşı görünəm, mərfətli insana gəldim. 30-unda bəzənmişəm, hər işimdə qazanmışam, gündə 3 yol dolanmışam, mən süfrəyə nana gəldim. Çatdım 35 yaşıma, peşman oldum savaşıma, ağlım cəm oldu başıma, düşməyin gümana gəldim. 40 yaşımda var kəmalım, coşqundur əhvalım, halım, pozulmasa bu cəlalım, layiqdir qurbana gəldim. 45-də hər diləyim, ödənmiş əskik gərəyim, qocalığa necə deyim, gəlməsin bu yana gəldim. 50 yaşımda dayandım, canımda zəiflik sandım, sanki qəflətdən oyandım, oyana gəldim. 55-də geri qalar, ağlım, huşum azalar, oğul uşaq gözdən salar, düşərəm dumana gəldim. 60-da telli sazım, bir gün mənə olmaz lazım, qismət nədir tədqir yazım, qail oldum, ona gəldim. 65-də yox nübarım, tökülüb qalmayıb barım, xəzən vurmuş yarpaqlarım oldu, şana-şana gəldim. 70-də batdım yasa, gözlədim itməsin əsa, yaxın mənzil əsə-əsə, dolana-dolana gəldim. 75-də dolaşıram, gün kimi dağdan aşıram, dildə kəlməmi çaşıram, o yana bu yana gəldim. 80-də batdım yasa, 80-də mən yatıram, qəmə, qüssəyə batıram, taqət yox duram, oturam, düşmüşəm, amana gəldim. 85-də düşdüm xəstə, yatanmıram döşək üstə, qocalıq təngi nəfəsdə gətirdi, amana gəldim. 90-da artdı azarım, neyləsin dövlətim, varım, baxdım bağlanır bazarım, dolandım, əfsana gəldim. 95-də oğul, uşaq, qonşu gəldi halallaşaq, çətin oldu halallaşmaq, hörmətli mehmana gəldim. 100 yaşında Vəli getdi, qəssal yudu, el götürdü, səfərim mənzilə yetdi, girdim dondan, dona gəldim, ellər qılmış namazımı. Yazanlar yazmış yazımı, səs gəldi, açdım gözümü, bir qaranlıq dama gəldim, baxdım sual ayağıdır, əməlim mənə yağıdır, işimin yaman çağıdır, düşdüm pərişana gəldim, toxtaq verirdim özümə, əməlim durdu üzümə, qüvvət versələr sözümə, axirətə imana gəldim, dolu badə içə bilsəm, şəhki, səfi seçə bilsəm, mən siratdan keçə bilsəm, qismət rizvana gəldim, sirri qaldım sirr işlərə, əməlim olan dəftərə, qorxulu axır mənşərə sığındım, sübhana gəldim. Ömrün axır əcəli, deyərlər itirdikləri. Əslim ayrım, miskin vəli, qul oldum, Qurana gəldim. Bəlməlməzlərim, ustadlarımız ustadnaməni bir deməzlər, 3 deyərlər. Düşmən ömrü pus deyərlər. Amma biz birbaşa söhbətimizə keçid alırıq. Sizə hardan, kimdən xəbər verim? Sizə xəbər verim, qədim qaim türk torpağı olan Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndindən, Ağkilsə kəndində Aşıq Musadan. Aşıq Musa mənim kimi bir gənc aşıq idi. Günü məclislərdə keçərdi. Bugün bu bölgədə, sabah o bölgədə, El-Nobanın şad günlərində Aşıq Musa El-Obanın xidmətində dayanardı. Aşıq Musa el-el, oba-oba, toylarda dövran sürməyində olsun, sizə xəbər verim. Naxçıvan elində Miriş sövdəgardan. Miriş sövdəgarın gözünün ağı qarası bir qızı var idi. Allah Teala buna dövlətdən vardan
heç nəyə əsirgəməmişdi. Bir gün sövdəgar gəldi, Arazın qırağında gəzirdi. Gördü ki, burada barının qabağında bir oğlan uşağı yatır. Olar bir 10 yaşında. Üzündən gözündən nur tökülür, amma əyindən başdan, libasdan düşüb. Səslədi, oğul bala, dur görüm sən burada nə iş görürsən, nə gəzirsən, sənin dərdin azarın nədir, niyə bu vəziyyətdəsən? Uşaq gözünü açdı, danışmağa halı yoxdur. Oğul, sənin adın nədir? Uşaq mus deyir, sonrasını deyə bilmir. Götürdü uşağı gətirdi evə. Uşağın üzündən nur tökülür, o qədər gözəl bir uşaqdır. Abala, bir kəlmə dildən görək sənin adın nədir? Mus, axırda dedim Mustafa. Abala, 50 dəfə mus deyənə kimi bir dəfə Mustafa deyə bilim ki, adın Mustafadır. Bəs sən bu torpaqlarda nə edirsən? Dedi, mənim atamı, mən Türkiyədən keçmişəm bu tərəfə. Mənim atamı sürgün elədilər. Ailəmiz də çox əzab əziyyətlərə düşdü, çətinliklər gördü. Mən də qaçıb canımı qurtarmaq üçün arazı keçmişəm bu taya. Dilənməklə, nökərçiliklə bir təhər ki, çalışıram başımı girəliyim. Sövdəgar öz həyat yoldaşına dedi ki, xanım, bəlkə bizim oğlumuz da yoxdur. Bu uşağı götürüm özümə, həm bizə kömək eləsin, həm də ki, Allaha da xoş gedər. Bir belə varımız, dövlətimiz bir kasıba əl tutmağa yaramayacaqmı? Beləliklə uşağı götürdülər özünə. Uşaq bunlara ev işlərində, həyat bacada kömək eləyir. Uşağa da çox yaxşı baxırlar. Əyin başını təzələdilər. Uşaq gəldi, böyüdü, həddi buluğa çatdı. Bir gün sövdəgar düşündü ki, axı bunu evləndirmək lazımdır. Bunun toyunu eləmək lazımdır. Xəbər tutdu ki, qızı Reyhan xanımla Mustafa'nın arasında bir sevgi, məhəbbət yaranıb. Sövdəgar buna çox şad oldu. Dedi ki, xanım, öz həyat yoldaşına, xanım, əlbəttə ki, bir qız bir oğlanındır. Elə yaxşı oldu, qızımızı verək Mustafa'ya. Mustafa da çox ağıllı, kəmallı, çox ədəbli, ərkanlı bir oğuldu. Elə qızımız da öy qızı, öy gəlin olsun. Varımız, dövlətimiz də öz övladımıza qismət olsun. Elə də olası oldu. Mustafa'nın toyu üçün tədarik görürlər. Mustafa xahiş elədi ki, sövdəgardan, olarmı mən gedim Türkiyəyə? Mənim də orada qohum əqrabam, əmim, dayım var. Bir onlara da xəbər verin, mənim toyuma gəlsinlər. Sövdəgar Mustafa'ya izin verir. Mustafa Türkiyəyə gedir. Sövdəgar düşündü ki, mənim övladımın toyunda gərək Göyçəli Aşıq-Musa məclis aparsın. Xüləsə-i kəlam danışıram. Bir çapar göndərdi Göyçə mahalına. Çapar gəldi, Aşıq-Musanı tapdı. Aşıq-Musa ilə qayıtdılar, gəldilər. Mustafa da gedib Türkiyədən, atası da sürgündən qayıtmışdı. Öz qohum əqrabasını, atasını, anasını özünlə gətirib öz toyuna gəldi. Gəldilər, gördülər, nə? Mağar qurulub, toy başlayıb. Allah hər birinizin evinizdə, ocağınızda toy qismət eləsin. İlahi amin, hər birinizin sevib sevənlərinizi muradına çatdırsın. Toy başlayıb, aşığı gözləyirlər. Aşıq-Musa gəldi, toyu çox şən, şux yola verdilər. Bir həftə toy davam elədi. Bir həftədən sonra Mustafa'nın atası sövdəgardan xahiş elədi ki, indi izin ver, mən oğlumu, gəlinimi aparım. Türkiyədə də onların toyunu eləyim, sonra söz verirəm ki, qaytaracam geri. Elə də oldu. Türkiyəyə gedəsi oldular. Mustafa'nın atası xahiş elədi ki, aşıq da bizlə geçsin. Məclis apardığından çox xoşu gəlmişdi. Dedi, elə Türkiyədə də bizim məclisimizi Qaraxan mahalında Aşıq-Musa aparsın. Getdilər Türkiyə. Qaraxan mahalına çatmışdılar. Toy tədariki görülürdü. Qaraxan mahalında da bir aşıq var idi. Mələknisə adında. Bu elin, obanın bütün toy işlərini o oxuyardı. Eşitdi ki, Göyçə mahalından bir aşıq gəlib. Toy başlayacaq. Toyu Aşıq-Musa adında bir aşıq aparacaq. Dedi, gedim görüm o aşıq necə bir aşıqdır. Nəyə qadirdir? Bəlkə ondan qabaqlaşdım. Mələknisə xanım da 9 aşığı zindana salmışdı, bağlayıb. 10-cu aşığı gözləyirdi. Gəldi, gördü, çay içirlər. Aşıq-Musa Mələknisə xanımın gəlişindən
hiss elədi ki, bu kimdirsə Aşıq Musanı yoxlamağa gəlib. Eşitmişdi burada Mələknisa adında biri var. Mələknisa xanım da fəslin uyğun olmadığına baxmayaraq biraz əynini nazik geyinmişdi. Aşıq Musanın könlü burada sinəsi dəmirçi kürəsi kimi qızdı. Götürdü görək burada ay balamancı. Bir göyçə qara gözünlə. Nə dedi tərəfindən ərz eləyək, eşidənlər şad olsun. Səhər, səhər, zəhmət vermə gözünə, gözünə, balam özünə. Ala gözlü qələm qaçdı köynəkcək, 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 bala köynəkcək. Əsər bədi səbah dəyər üzünə, qara göz az bel olmaz. Yarın qalar göz yaşlı köynəkcək, qara göz ay olmaz. Qara qız ay sevirəm, qara göz ay olmaz. Səhər-səhər zəhmət vermə özünə. Ala gözdü, qələm qaçdı köynəkcək. Əsər badi sabah dəyər üzünə, yarın qalar gözü yaşlı köynəkcək. Yanaqlar al, əli şümşət boyuca, ağ çit tuman gəvəsində, ətəyində alaca. Sinən bəyaz turunçların xırdaca, səni gördüm ağlım çaşdı köynəkcək. Sadəyər yoxsa candan keçərsən, neylim, neylim, balama neylim. Güya baxıb şirin zalim üzərsən, üzərsən, bala üzərsən. Bahar gələr köynəkcək gəzərsən, olmaz. Hələ bahar deyil, qışdı köynəkcək, qara göz ay sevirəm. Qara qız ay sevirəm, qara göz ay alırəm, ay alırəm, ay alırəm, ay qara qız sevirəm. Bəli, söz tamama yetdi. Yerbəyerdən alqış sədaları yüksəldi. Mələknisa xanım gördü, yox, Aşıq Musa da boş Musa deyil, Aşıq Musa da elə belə aşıq deyil. Düşündü ki, gərək bunu bugün burada qəlbinə dəyməyim, axı sabah məclisdə üz-üzə gələ bilərik. Dedi, aşığa bir pürrəngi çay gətirəcəm, qonaqdır, qoy içsin boğazını biraz yaşlasın. Mələknisa xanım getdi aşığa çay gətirməyə. Amma Aşıq Musa gördü ki, Mələknisa xanım bu oxuduqca yaman baxıb gülürdü. Götürdü görək burada bir camalı havasından, ay balabancı. Necə deyəcək, nətər deyəcək, onu Aşıq İbrahim qardaşımla, Aşıq Toğrul burada tərəfindən ərz eləsin, eşidənlər şad olsun. Yaradı. Budam sen
olmadı. Sağlığımıza halana güle güle. Sağlığımıza halana güle güle. Güzelliğe kimse sana tay olmaz. Güzelliğe kimse sana tay olmaz. Almışsan yürekten pay güle güle. Almışsan yürekten pay güle. Güle 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 güle. Almışsan yürekten pay güle güle. Yar güle 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 güle. Almışsan yürekten pay güle güle. Sətin dikilmiş gülüşlər düzələ, sətin dikilmiş gülüşlər düzələ. Təvirsən gəl yaramı təzələ, təvirsən gəl yaramı təzələ. Mən nə deyim gəlir bilməz gözələ. Mən nə deyim gəlir bilməz gözələ. Eyledim ömrümü say güle güle. Eyledim ömrümü say güle güle. Güle 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 güle. Eyledim ömrümü say güle güle. Yar güle 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 güle. Eyledim ömrümü say güle güle. Boylu tutu dili baklavar, Kuca boylu tutu dili baklavar. Sana kurban malım mülküm her ne var. Sana kurban malım mülküm her ne var. Aşıkımıza değerli gülüzlü dilber, aşıkımıza değerli gülüzlü dilber. Sen getir bir çay say güle güle, sen getir bir çay say güle güle. Güz güle 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 güle, sen getir bir çay say güle güle. Yar güle 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 güle, sen getir bir çay say güle güle. Güz güle 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 güle. Sen getir bir çay say güle güle. Sen getir bir çay say güle güle. Bəli mənim əzizlərim, söz tamam oldu. Aşıq İbrahim də icazə verdi ki, Aşıq Toğrul dastanına davam eləsin. Elə ki, vaxt gəldi, yetişdi, toy başladı. Aşkımıza toy davam eləyir. Elə bir şən-şux məclis gedir ki, cəmaət hələ bu torpaqda belə şən-şux toy olduğunu görməmişdi. Toyun 3-cü günüydü. Axund Qulamla Molla Əli adında 2 nəfər məclisə gəldilər. Aşığın oxumağına, çalmağına cəmaət çox heyranlıqla baxırdı. Molla dedi ki, bu şeytan sənəti nə gəzir bu məclisdə? Sazı məclisdən çıxardın. Aşıq Musa nə qədər xahiş elədi ki, bu sənət qədim, qaim sənətdir, ulu sənətdir. Bu sənətə həqarət eləməyəsən. Məclisdəkilər də yerbəyerdən aşığın tərəfini deyir, amma Molla deyir ki, aşıq məclisdən getməsə mən durub buradan gedəcəm. Dedi, onda yaxşı, görək, sizdən xəbər alım, görün bu sazın nə günahı var. Burada bir Gədəbəy gözəlləməsindən, aşıqlarımızın da iştirakıyla görək Aşıq Musa sazın nə günahı olduğunu necə soruşur, məclisdəkilər nə eşidir, biz nə deyirik, tərəfindən ərz eləyək. Ey məclislərim, aman eylərim,
günahı kendi saldım, ne günahı kendi saldım. Ne ülkeler şad eyler, ne ülkeler şad eyler, ne günahı kendi saldım, ne günahı kendi saldım. Kendi saldım, kendi saldım, kendi saldım, kendi saldım, ne günahı kendi saldım, ne günahı kendi saldım. Köydüsün vermir geleme, köydüsün vermir geleme, yürümeler yaleme, yürümeler yaleme. Kulunu vermir seleme, kulunu vermir seleme, ne günaha kendi saldım, ne günaha kendi saldım. Kendi saldım, kendi saldım, kendi saldım, kendi saldım, ne günaha kendi saldım, ne günaha kendi saldım. Yetişen yecdemir, yetişen yecdemir, ara vurur yalan demir, ara vurur yalan demir. Gazı çevir, rüşvet yedir. Gazı çevir, rüşvet yedir. Ne günahı kendi saldım, ne günahı kendi saldım. Kendi saldım, kendi saldım, kendi saldım, kendi saldım, ne günahı kendi saldım, ne günahı kendi saldım. Ahmet değil, ahtim kozan. Kendi saldım, kendi saldım, kendi saldım, kendi saldım, ne günahı kendi saldım, ne günahı kendi saldım, ne günahı kendi saldım, ne günahı kendi saldım. Söz tamam oldu. Məclis yerbəyerdən əhsən səsi göyə ucaldı. Hamı aşığa bəraət qazandırdı ki, əlbəttə ki, toy, düyün sazsız olmaz.
Məclis söz axarında davam eləyir. Mələknisə xanım dedi, yox belə bir iş olmaz. 9 aşığı zindana salmışam. Bunun da bir axırı olmalıdır, bir sonu olmalıdır. Gedim o məclisdəki aşığı bir sınağa çəkim görüm. Bəlkə oldu ki, o məni bağladı. Bəlkə elə onu da bağladım, bu 9 aşığın 9'unu da özümə qul elədim. Mələknisə xanım gəlir məclisə. Mələknisə xanım da gözəl var, gözəl var. İlahi pərverdigar, gözəllikdə heç nəyi əsirgəməyib bu xanıma. Qaşları qələm kimi, burnu Hind fındığı kimi, gözləri piyalə kimi, yanaqları şafran alması kimi, eynən bizim bu Aşıq Fərdə kimi. Aşıq Fərdə buyursun meydana, zəhmət olmasa. Qoy tamaşaçılarımız da görsün ki, Mələknisə xanım kimə oxşuyurdu. Bax, elə bil ki, Mələknisə xanım eynən bizim bu Aşıq Fərdə xanım. Bunu görən gözünüz Mələknisə xanımı görsün. Mələknisə xanım özünə elə bir bəzək düzək verib ki, üzünə gözünə bir bəzəklər verib, sanki deyirsən ilahi pərverdigar, bayram yumurtasıdır maşallah. Mələknisə xanım gəldi dedi, Aşıq, neçə gündür sənin xətrinə dəymirəm, amma bu torpaqda gəlibsən aşıqlıq eləmək üçün gərək mənimlə deyişəsən, gərək məni bağlayasan. Dedi, aşıqlığın şərti aşıqlıq eləmək üçün deyişmək deyil xanım. Yaxşı, deyişdik. Sən məni bağladın, nə olacaq? Dedi, bax o 9 aşığı görürsən, zindana salmışam. Səni də bağlayacağım, o 9 aşığa qatıb, onunuzun da boynunuzu vuracağım. Yaxşı xanım, oldu ki elə, olmadı elə, oldu belə mən səni bağladım. Dedi, onda ixtiyar sahibisən. İstəsən məni özünə qul eləyə bilərsən, istəsən sənə həyat yoldaşı ola bilərəm, istəsən də boynumu vurdura bilərsən. Yox xanım, mən cəllat falan deyiləm, nə də qatil deyiləm, biraq olsun, mən aşığam. Ən yaxşı şərt elə, mən də subay, sən də subay. Mən səni bağlasam, səni özümə zövcə eləyəcəm. Sən də bağlasan, şərtinə özün baxarsan, hansı şərti seçirsən. Götürür burada Mələknisə xanım bir Naxçıvanın havası üstündə. Nə deyəcək? Aşkımsa ona necə cavab verəcək? Tərəfindən ərz eləyək bir qədim Naxçıvanı ilə. Çatıb ömrünün sonu, saldın özümün ara. Yetiştin ay zalım, yetiştin ay zalım, yetiştin ay zalım, yetiştin. Aşıla karıram alam canını, aşıla karıram alam canını. Öz eline özün dara, yetiştin ay zalım, yetiştin ay zalım, yetiştin ay zalım, yetiştin. Türk balası deyim sana ay hanım. Türk balası deyim sana ay hanım. Geldim derdime çare, yetiştim ay güzel, yetiştim ay güzel, yetiştim. Hale salvay bunu yardan ay yolumu, hale
Felek misal eğildi dara. Yetiştim ay canan, yetiştim ay canan, yetiştim ay güzel yetiştim. Mələkni Saxanım görək 9 aşığı zindana saldırımı necə deyir? 9 aşıq saldırmışam zindana. Dokuz aşık saldırmışım ey zindana. Dokuz aşık saldırmışım ey zindana. Gelen yoktur, can çekmişim her yana yeller, her yana yeller, her yana yeller, her yana. Ecel çekip seni merdim meydana. Ecel çekip seni merdim meydana. Kurbanı gelir sen onlara. Yetiştin ay zalım, yetiştin ay zalım, yetiştin ay zalım, yetiştin. Kalbime tarafıma yamalay köndeki. Kalbime tarafıma yamalay köndeki. Cemalin hürdi cismin, meleğdin ay güzel, meleğdin ay güzel, meleğdin. Başları kamandı, gözüm ay göyçekti. Zamalın mahi para. Yetiştim ay zalım, yetiştim ay zalım, yetiştim. Coşanla canına düşer. Veli velen ay zalım, veli velen ay zalım, veli velen ay zalım, veli velen. Saldıram sıfatını benzeyir güle. Saldıram sıfatını benzeyir güle. Bak tamamdır gelip tora. Yetiştin ay zalım, yetiştin ay zalım, yetiştin ay zalım, yetiştin ay zalım, yetiştin. Ben bu sana
Hadi kurtaran güzel kurban verme ay canım canımı. Hadi kurtar kurban verme ay canım canımı. Halı desin ey düzü kara. Yetiştim aylar, yetiştim aylar, yetiştim aylar, yetiştim aylar. Bəli, söz tamam oldu. Alqış səsləri göyün 7 qatına yüksəlir. Hamı yerbəyerdən alqışlayır, əhsən deyir. Mələknisə xanım dedi, yox, aşıq. Sən yaman üzlü aşığa oxşuyursan. Gözünü zilləyib elə baxırsan ki, elə bil ki, orta məktəbdən məni tanıyırsan. Sən dünən sıraha gün məni görmüsən. Biraz gözlərinə qoruq qadağa qoy. Dedi xanım, bu gözəlliyin qarşısında qoruq qadağa işə yaramır. Götürdü görək burada bir şah sarayı havasından. Mələknisə xanım yenə nə deyəcək? Aşkımsa ona necə cavab verəcək? Nə deyəcək? Qurbanıram Nisə xanım, qurbanıram ay Nisə xanım, qaşındı qara baxıram, qaşındı qara baxıram. Ala gözler alır canım, ala gözler alır canım, boynumdan ala bakıram, boynumdan ala bakıram. Yolundan yaman taşıp sana
çekmesen de gelsin eve çekmesen de. La 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 ölür bu hal. La 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 ölür bu hal. Benzer kara bakıram, benzer kara bakıram. Meleklisə acaslandı, meleklisə acaslandı, el obası qaraxandı, el obası qaraxandı, ay yazığı hardandı. Ay yazığı sinardandı. Yanarsan yanar bakırsan, Yanarsan bana bakırsan. aşkımı sayan göçeni. Aşkımı sayan göçeni, eşkine olmuşam yana canan, eşkine olmuşam yana. Sen gönlümün ezberi, sen gönlümün ezberi. Gitmişem yara bakırdan, gitmişem yara bakırdan. Ha bakıram, ha bakıram. Ha bakıram. Yetmişem bakıram, yetmişem bakıram. Yerbe-yerdən alqış səsləri uzaldı. Dedilər ki, qoy bu dəfə də aşkımıza qabağa düşsün. Qərib qürbət aşıqdır, həm də deyişmənin qaydası belədir ki, bir aşıq bir dəfə qabağa düşər, növbəti dəfə digər aşıq qabağa düşər. Bu dəfə aşığımıza qabağa düşür. Görək Aşıq Rəvan burada Aşıq Musanın əvəzindən oxuyacaq. Nərmin, Aşıq Nərmin isə Nərmin Cəlal. Mələk Nisa xanımı burada əvəz eləyəcək. Götürsünlər görək bir qəhrəman havasından. Nə deyirlər tərəfindən ərz eləsinlər.
gelsen yarim, hala gelirsen. Ay balay 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 balay. Ya delisən ya divana gəlibsən, aleylim 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 balam aleylim sonam aleylim gedən aleylim. Ay gülüm 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 şirin Rüstem qaldı ötə bilməz yanımdan. Çox igidlər gəldi keçdi sanımdan. Öldürsələr qorxum yoxdur zanımdan. Tərlan şarıdır, ona gəlmişəm. Çəkdirirəm sarmıxa, çəkdirirəm dara. Vuraram boynunu açıq aşkara. Saldırıram zindana, bağlarsan yara. Oyadaram səni, qana gəlmisən. Qurarana rəsət məhşər divanı. Qurarana rəsət məhşər divanı. Orada tanıyırsan aşıq musanı. Laf olsan da bu yerlərin sultanı. Laf olsan da bu yerlərin sultanı. Aparmağa şana gelmişsən. Alır bağlamadı. Alır bağlamadı. Aparmağa birini şana gelmişsən. Ay 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 bana ay ay sana ay ay sana ay ay bana ay Adım mələklisə qoy deyim tanı. Mənəm bu yerlərin sultanı xanı. Aleylim 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 balam aleylim sonam aleylim gedən aleylim. Əzəlin yetişər verərsən canı. Əzəlin yetişər verərsən canı. Nə cürətlə qurayım, hala gəlirsən. Ay balay 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 Nə cürətlə bu meydana gəlibsən, aleylim 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 balam aleylim sonam aleylim gedən aleylim. Ay gülüm 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 şirin dilim dilim. Söz tamam oldu. Mələk Nisa xanım dedi ki, yox. Değişmə ancaq hərbə zorba ilə, elə təriflə bitmir ki, değişmənin qaydası var. Qıfılbənd deməliyəm. Aşıq cavab verə bilməlidir. Cavab verə bilməsə, onu da qatacam məhbusların yanına. Onu da salacam zindana. Aldı görək Mələk Nisa xanım qıfılbəndini necə deyir? Aşıq Musa bu bağlamaya cavab verə biləcəkmi yoxsa yoxmu? Bir şərli havasından ay balamancı.
xanım Mür ruhum ey Gələm qaşan ey bağlı Mür ruhum ey Gələm qaşan ey bağlı 28 ey Hərif okuyuz layər 28 ey Hərif okuyuz layər Zeyzədən ey 35 ey bağlıda Zeyzədən ey 35 ey bağlıda Mələhimə xanım deyir, yetirib haraya, yetirmi dəsti. Söylə sözlərimin var qeyri qəsdi. O hansı kimsədir, o hansı kəsdir. Ömürlük var, bax, üç beşə bağlıdır. Aşıq Musa deyir, istəyirsən deyim o min bir addan. Dəstindən tutanı çıxarar oddan. Oruç qıl, namaz tut, oruç tut, namaz qıl, çıxarma yaddan, səxavət hamısından başa bağlıdır. Belə mələşmisə ay deyər şirinlər kimi Mələşnisə deyər şirinlər kimi Xırrə sözlər milən görüm hər kimi Xırrə sözlər milən görüm hər kimi Kim binanı kim qoyub kim Kim çəkib binanı kim qoyub kim Kimlərdir göstərişən ay bağlıdır Kimlərdir göstərişən bağlıdır Aşığımsan ey müftilizden ezber Aşığımsan ey müftilizden ezber Hak edin buyurup mühimle yaranlar Hak edin burada yaranlar Mehmet Hürmet Melam ay ay diyenler Mehmet Hürmet Melam ay ay diyenler Salam dünyel var hemşehrim Salam dünyel var hemşehrim Məhəmməd hümməti mənəm deyənlər Salam dini var həmişə bağlıdır. Bəli, Mələk Nisa xanım Qıfılbəndi dedi, Aşıq Musa cavabını verdi. Yerbəyerdən əhsən dedilər Musaya. Dedilər indi də Aşıq Qıfılbəndin cavabını dedisə, bu dəfə də Aşıq Musa Qıfılbənd deməlidir.
Mələk Nisa xanım onun cavabını verməlidir. Götürsün görək burada Aşıq Musa ay balamancı bir İrəvan çuxuru havasından, qədim havalardandır. Necə deyəcək? Mələk Nisa xanım onun dediyi bağlamaya cavab verə biləcək yoxsa yox? Senden haber alayım ayrı sahanım bana. Senden haber alayım ayrı sahanım bana. Herkesi var yayın üstte dayandı. Ay zalanım. Dehalda vuruldu hakkın divanı zarar. Mekke'nin çarpıcılarıyla boyandı. Ay zalanım. Allah'ın evine kim gitti o vaxt? Neden karar tuttu bu kara torpaq? Dünya ne dondaydı Adem'den qabaq. O kimdi yatmışdı birden oyandı. Mələk Nisa xanım cavab verə bilmir. Elə gözlərini yerə dikib fikirləşir bir cavab tapa bilmir. Götürdü görək Aşıq Musa sözün tapşırmısan. Ol şahı meydana şimdi çıkıdalı bana. Ol şahı meydana şimdi çıkıdalı yalan. Neden başa geldi gece limanı. Ay canana. Söyle ne zamandı dünyanın sonu falan. Söyle ne zamandı dünyanın sonu falan. Bu sadeler bu kimlere dayandı. Ay cananım. Musa diyerek bu kimlere dayandı. Yavrum almaya, yavrum alım. Bəli mənim əzizlərim, Mələk Nisa xanım Aşıq Musanın qıfıl bəndinə cavab verə bilmədi. Artıq oydu ki, Aşıq Musaya yar olmalıydı, şərtini yerinə yetirməliydi. Elə görünür ki, Mələk Nisa xanımın da meyli var idi ki, Aşıq Musaya yar olsun. Mələk Nisa xanım da burada Aşıq Musa ilə bir yerdə toyu davam elədilər. Toyun axarından sonra, toyun duvaq qaffasını oxuyandan sonra gördülər ki, Balamancı Novruz çox nigarançılıq çəkir. A Balamancı, nədir, nədən nigaransan? Dedi, mən gör neçə müddətdir, elimizdən obamızdan çıxmışam, eldən obadan ötəri, ailədən ötəri çox darxıram. Aşıq Musa dedi, mən bu toyu da yola verdik, indi inşallah bir həftədən sonra gedərik, biraz səbirli ol.
Biraz da dincələk. Dedi, yox. Mən artıq getməliyəm. Eldən obadan ayrı heç qala bilmirəm. Götürür görək burada Aşıq Musa bir kərəm gözəlləməsindən nə deyəcək? Tərəfindən ərz eləyək. Eşidənlər şad olsun. Kəsə bilmirəm, ay Allah ölürəm. Bir tərlam alnımdan kəsə bilmirəm, göstə də gördüm. Yaş balamansın, yaş balamansın, olmayalansın, qədərim. Sayanırey bildin dağın ucundan, sayanır bildin dağın ucundan, canlar alan işime şarın ucundan, dağlarım aran olma yaran yer ceyranı. Yarınızından ayağımdan ölürüm. Elden ayrı düştüm yarınızından. Sen bizim ellerine kaş balabansın, kaş balabansın, kaş balabansın. Deyim eller saza derdimi, Deyim eller saza derdimi, karşı tarihlara yaza derdim, yaza derdim, yaza derdim. Gözünü yollardan üzə bilmirsən. Yad eldə, qürbətdə gəzə bilmirsən. Göyçə həsrətinə dözə bilmirsən. Mən olmuşam bağrıdaş balabancı. Musa yanır bir dildarın ucundan, canlar alan işvəkarın ucundan. Eldən ayrı düşdüm yarın ucundan. Sən bizim ellərə qaş balabancı. Söz tamam oldu. Balabancını Göyçə mahalına yola salası oldular. Balabancı Novruz dedilər, get, Göyçə mahalında xəbər ver ki, Musa ailə həyatı qurub, öz zövcəsinlə uzağı bir həftəyə 10 günə gələcək, qoy toy tədarükü görsünlər. Balabancı Göyçə mahalına getdi, xəbər verdi ki, Aşıq Musanın atası Cəfər kişiyə, bəs oğlun bir türk gözəlindən, Mələknisə xanımla evlənib, toy tədarükü gör, bir həftəyə 10 günə gələcək. Göyçə mahalında toy tədarükü görməkdə olsunlar. Sizə xəbər verim Aşıq Musa ilə Mələknisədən. Aşıq Musa ilə Mələknisə bir həftədə burada qalandan sonra yola rəvan oldular. Gəldilər. Ağrı dağının ətəyindən keçdilər. Bala Ağrı dağının ətəyindən o yana Arazı keçməli idilər. Gördülər ki, leysan yağıb, Araz coşub, daşıb, bir sel gəlir ki, gəl görəsən. Keçmək mümkün deyil.
Mələk Nisa xanım dedi bəlkə qayıdaq, Aşıq Musa dedi yox, orada bizi gözləyirlər. Gəl biz birinci mən keçim. Əgər keçə bilsəm, rahat keçə bilsəm sən də keçərsən. Aşıq Musa qabaqca atını vurdu selə. Gəldi selin yarısına çatanda at elə bir burulğana düşdü ki, Aşıq Musanı da atla bir yerdə sel götürdü, bir xeyli aparmışdı. Mələk Nisa xanım özünü saxlaya bilmədi. Bu da atı vurdu suya ki, əgər Aşıq Musa selə qərq olursa, mənə daha yaşamaq bundan sonra haramdır. Aşıq Musanın atı bir qədər gedəndən sonra Araz çayının digər sahilinə çıxdı. Döndü geri baxdı ki, Mələk Nisa'ya desin ki, sən qayıt, Araz sakitləşəndən sonra gəlib sən apararam. Çöndü gördü, nə? Mələk Nisa xanım nə gəzir? Sel götürüb Mələk Nisa xanım aparır. Mələk Nisa xanım sellərə qərq oldu. Bir qədər getmişdi, gördü ki, bir qollu putaqlı vələs ağacını sel kökündən qopardıb aparır. Mələk Nisa xanım bir təhər ki, vələs ağacının putağından tutub ağacın üstünə çıxdı. Sel apardı bunu, bir qədər apardı. Aşıq Musa nə qədər bunun dalınca axtardı, tapa bilmədi. Axtara getdi. Artıq gecəyə qaldı. Gördü ki, Mələk Nisa xanımı sel aparıb yoxdur. Nə iz var, nə toz var. Nə qədər axtardı, axır ki, yorğunluq, biraz da qorxu, həyəcan Aşıq Musanı üz üstə yıxdı yerə. Aşıq Musa burada gecəni səhərə qədər qaldı, səhər durdu. Özünə gəldi, biraz da Arazın kənarından axtara gedirdi, gördü bir çoban qoyun otarır. Yaxınlaşdı çobana, çoban dedi, qardaş, sənin zin rəngin niyə belədir? Niyə qəm içindəsən? Götürdü Aşıq Musa. Görək burada çobana nə deyir, tərəfindən ərz eləyək bir yanıq kərəmindən, ay balamancı. Başına döndüm ay çoban qardaş. Başına döndüm ay çoban qardaş. Yaman bəd yazıldı Yoldan ahlarım olmuşam yoldan. Çöldən ahlarım olmuşam yoldaş. Bitibdi əlimdən şahbazım mənim. Əbələ itibdi əlimdən şahbazım mənim. Yar dəymişim budaqdan ey yar dəymişim. Verəməm özüm dərd əhliyəm ay eller. Tanıyıram dərd əymiş ceyranım. Üzülüb qatardan qalmış handala. Üzülüb qatardan qalmış handala. Gündüz ah çəkirəm gecə mən nala. Silgilə bağlanılan miskin avdala. Yallah ölürəm. Silgilə bağlanılan miskin avdala. Qəbul olsun nəzir niyazım mənim. Kərəm, ey belə düşüb dərdə kərəm. Yelə salaram qəm bütünün hayəller. Yelə sinəmə dərdə kərəmdir Musanın fəryadına ahına. Ah
Ah Musa'nın feryadının ahına, gör neler yazıldı çəm talahına. Üz tutub yalvarram xumlar şahına. Üz tutub yalvarram xumlar şahına. Qalmasın gözümdə murazım mənim. Qalmasın gözümdə murazım mənim. Qandama, ilan vurar ey qandama. Elə dərdimi yadıma salman, ürəyimə qandamar neynim. Ah Musa'nın feryadına, ahına, gör neler yazılıb kəm talahına. Üzümü tutaram kublar şahına, qalmasın gözümdə murazım mənim. Musa burada çobandan da sorakladı. Çoban da dedi ki, qardaş, səhərdən buradayam, heç elə bir şey görməmişəm. Nə at gördüm, nə insan övladı gördüm, heç nə görməmişəm. Aşk Musa yenə də axtarmağında davam eləsin. Amma Mələk Nisa xanım selə düşüb gedirdi. Göyçə mahalında da toy tədarükü görmüşdülər ki, oğlumuz gələcək, toy edəcək. Gözlədilər, gözlədilər, gəlib çıxmadılar. Bir gün gözlədilər, 5 gün gözlədilər, gördülər yox bunlardan xəbər yətər yoxdur, gəlib çıxmadı. Türkiyəyə qasid göndərdilər. Gəldi Qaraxan mahalına qasid. Gəldi dedilər ki, yola salmışıq. Qayıtdı, getdi, xəbər verdi ki, çoxdan yola salıblar. Artıq bunların başına bir hal-i qəziyə gəldiyini zənn edib, Aşıq Musa'nın toyuna gördükləri tədarükü Aşıq Musa'ya yas vermək fikrinə düşdülər. Novruz dedi, biraz da səbirli olun. Bəlkə gəlib çıxdılar. Gözlədilər, gördülər, gəlib çıxmır. Burada Novruzun, Aşıq Musa'nın atası Səfər kişi götürür görək bir ruhani havasından Novruza nə deyir tərəfindən ərz eləyək, şad olasanız. Qohumsuz qardaşsız ey qürbət eldətər. Kimsə mənim dayım gəlmədi. Eylar, eylar oradan Ferzendim şirin, kayın gelmedi. Ölürüm boy boy.
Böyütmüşəm nə zillətlə, zulumla. Bəylər, xanlar gön çıxarıb belimdən. Gecə gördüm araz aldı əlimdən. Bir fərzəndim, şirin payım gəlmədi. Artıq Musanın gəlməyəcəyini düşünüb, Musanın başına bir iş gəlmiş olduğunu düşünüb, Musanın toy tədarükünə gördüyü, toy üçün gördüyü tədarükü Musaya yas mərasimi eləməyə düşünürdülər. Bunlar burada Musanın yolunu yenə də bir ümidlə gözləməkdə olsunlar. Sizə xəbər verim Aşıq Musadan. Aşıq Musa axtara getdi. Yenə də günlərin yorğunluğu, taqətsizliyi. Axır ki, aşığı bir çamurluqda üz üstə yıxdı yerə. Musa huşunu itirdi. Bir müddət sonra gördü durna səsi gəlir. Gözünü açdı, baxdı, gördü. Durnalar Göyçə mahalına tərəf gedir. Götürür görək burada bir Göyçə gözəlləməsindən ay balabancı. Durnalara necə deyəcək, tərəfindən ərz eləyək, eşidənlər sada olsun. Durnam gedərə, yalsan Göyçə, yasarım. Gedərə, yalsan Göyçə, yasarım elim. Dərdim istəyən bizim eləm. Nədən şaygaya, dəyəl vaygaya, dəyəl vaygaya, dəyəl elim. Selalı Səryan dərdi düşmüşəm çöldə. Nədən şaygaya, dəyəl vaygaya, dəyəl vaygaya, dəyəl elim. Səryan dərdi düşmüşəm çöldə. Gəlibdir başıma hələ gör nələr. Hicranın oxları qəlbimi dələr. Atamı, anamı görsəniz əgər, daha göz dikməsin, yollara danır. Qardaşımla zəmmət eylə, səsəlidən. Vədiləndə verib soruş, səməni qaygaya, dayal qaygaya, dayal qaygaya, dayal qaygaya. Musa bulmaya, incə mənaya, insanı qaytmazaya, yarayınla. Radan şayqay, dağal qaygaya, dağal qaygaya, dağal. Qaytmazaya, yarayınla. Söz tamam olur. Aşıq Musa yenə axtarmağında davam eləyir. Sizə xəbər verim Mələk Nisədən. Mələk Nisəni həmin vəlas ağacı sel gətirdi. Bir dar boğanaqda körpüvari şəklində ağacın bir tərəfi ilişdi bu sahilə, bir tərəfi o sahilə. Artıq günlər keçmişdi. Sel də biraz səngidi. Mələk Nisə xanım huşsuz vəziyyətdə ağacın üstündə qalmışdı. Bir qarı nənə yolotu yığa-yığa gəldi, hərləndi. Gördü burada körpü, ağac, sel ağacı gətirib, körpü salıb. Dedi, gedim oradan keçin bir arazın otayından da yığım. Mələk Nisə xanım da burada üzünü tutmuşdu Allaha ki, ya Rəbbim, mənə bir kömək ol, bir imdad elə. Bir insan övladı gəlsin, üzü yonu bu tərəfə düşsün, mənə kömək eləsin.
Gördü insan övladından haray olmayacak. Götürdü üzünü tuttu Allah'a. Görək burada bir yurt yeri havasından ne deyir tərəfindən ərz eləyək. Abalaşan köfkatine aman 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 Bela kurban olduğum Eşit feryadımı imdada Yetiş haberdi ağrım atarlan Kolsuz gayretin alay lalay 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 la Böyle kurban olduğum Cenab-ı Zeynep'i Salyada yetiş haberdi ağrım oykada Şanı şöfkətine kurban olduğum Eşit harayımı imdada yetiş Kolsuz gayretine kurban olduğum Cenab-ı Zeynep'i Salyada yetiş Lisan olsun Leyla Leyla Leylim 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 Bela sana sadaka Göy atı göy dolu koyma gül Laga koy kadar alır koy kadar alır Ruhun canisin aman 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 Böyle kaldıran dağa Yunus'u koymayan deryada Yetiş haberdi alır vay kadar Yesir elime görmüşsen gazalı Göremerim bana ahram şerhi fereyni Ben saldı zulma hesbirem ey hans yanan ahram Ağla kaldı Kaş gözüne yağla kaldı Hele gedək dert bilən yanına Görək kim ağla kaldı ey Kuşlar yata bilmez ahuzarımdan Yarı məndən etdi məni yarımdan
Can çıxır cəsəddən ixtiyarımdan, mən qovrulub yana yana axıram. Deyir belə kim axtarıram balama 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 balam Mələkli səni hanı Elə kəsilib hər yandan neylir Ailələ bilin ələç gümanı Getirdim tahvıram neylim 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 ölürəm Ay yerler elem aşık Musa'nı Ele yetişip ömrüme sonra ahıram Ele kalbilendi Belbilendi Abala yar diyarım Ay bunu yar diyarım Elen al çalsının uzak dağlar Görünsün yar Yar ceden ayağını Kim axtarar mələk insanı hanı? Kəsilib hər yandan əlat gümanı, itirdim tapmıram aşıq Musanı, yetişibdi ömrüm, sona axıram. Qarı nənə döndü kəndə, kənddən harayladı qonu qonşunu, ətrafı yığdı ki, Araz çayının üzərində ağacın üstündə bir bəni insan var. Deyəsən, huşunu itirib ya da dünyadan köçüb. Gəldilər ki, Mələk Nisa xanımı götürdülər, Arazın sahilinə çıxartdılar. Gördülər nəbzi vurmur. Eldə obada nə qədər həkimlər var idi, çağırdılar təbibləri, Loğmanı. Qələndər həkim gəldi, dedi, çoxdan ölür. Tahir həkim gəldi, dedi, özünü bərk soyuğa verir. Əskər həkim gəldi. Dedi, insan hələ sağdır, yaşayır. Ayna tutdular insanın üzünə. Gördülər ki, ayna tərlədi. Dedi, bu ayılacaq. Bir qədər də əskər həkimin müdaxiləsindən sonra gördülər ki, nəfəs alır. Amma hələ ki, ayılmaqla işi yoxdur. Burada Aşıq Musa gəldi. Gəldi, gördü, nə? Mələk Nisa xanım oyanmır ki, oyanmır. Götürür burada bir müxəyi havasından, ay balamancı. Necə deyir, tərəfindən ərz eləyək. Əbələ zalim fələh yenə girdi qay üstümə. Ağrı qalim Nisa xanımayım, yansa yala göz xanımayım, yansa. Alışıram baxan yoxdur üstümə. Qürbət eldə çıxdı canım, can sana göz canım. Yazığam, sındırma, qırma qəlbimi. Dolandım çölləri bir məzmun kimi. Gələ calan gələ
Hele yazılam sındırman ay zalım Kırma gayim Yazılam sındırma Kırma gayim Kalandım sözlerine Bir zuluyum Kimine güzel bir zuluyum Sensiz başa vurma Nazla kömür Şirin dilli hoşsa Varım yok Yan sana gülüm Ceylan hey Gördüm Mələknisa xanım oyanmır ki, oyanmır. Yazıq Musa, qəm dəryasına dalıb. Götürür sözün axırıncı bəndini görək necə deyir. Yazılam sındırmam Vay ay 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 Kırma kalbimi Salmı 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 Fikra kalbimi Bükülüp qanatı əyilir Dalana canan gəl qadayıralım Həsrətinə qəbaq Gözü ki Sana kurban olsun Canım oyun Yan sana yürüm Ceylan Hasratlı əqrabam Aman 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 Göz dikip yola Sana kurban benim mallarım Yan sana yürüm Ceylan oyun Yan sana Söz tamama yetti. Mələknisa xanım yavaş-yavaş gözlərini açdı. Gördülər ki, Mələknisa xanım doğrudan da həqiqətən həyatdaymış, sağ imiş. Aşıq Musa sevincindən yerə göyə sığmır. Dedi göyçəyə yola düşməliyik. Burada dedilər ki, yox, Mələknisa xanım təzə özünə gəlir. Bir neçə gün qalmalısınız. Xanım tam özünə gəlsin, sonra yola düşərsiniz. Bir neçə gün burada qaldılar. Artıq Göyçə mahalında da Aşıq Musanın yas mərasimi qurulur. Yola düşdülər, gəldilər Göyçə mahalına. Çamırlı kəndinə çatanda Məhərrəm adında birisi var idi. Gördü ki, Aşıq Musa budur gəlir. Ay qardaş, bəs sənə burada yas mərasimi verirlər. Səni öldü hesab eləyiblər. İtkin hesab eləyiblər. Dedi qardaş, bu uzun söhbətdir, başına çox halı gəzdiyə gəldi. Dedi, onda sən burada gözlə, mən gedim bir atanı muştuluqluyum, muştuluğumu alım sonra gələrsəniz. Elə də oldu, Məhərrəm gəldi, gələndə gördü Aşıq Musanın əmisi Səfər kişi. Yas mağarının qabağında durub,
boynunu büküb qəm dəryasına qərq olur. Səhər tezdən idi. Məhərrəm burada götürür görək bir Hüseyni havasından. Nə deyir? Səfər kişi ona nə cavab verəcək tərəfindən ərz eləyər. Səfərəmi qəm görür gözümdə. Səfərəmi qəm görür gözümdə. Qonağın könlünü al səhər səhər, al səhər səhər, ay qabaram. Hicran kədəri var gözəm üzündən. Gözünü çəkirək yol səhər səhər, yol səhər səhər, ay qabaram. Səfərəmi qəm görünür üzündə. Qonağın könlünü al səhər səhər. Hicran kədəri var görürəm üzündə, gözün niyə çəkir yol səhər səhər. Səfər kişi deyir ki, qurban olum qonaq dərdi dilimi, niyə eyləyirsən bol səhər səhər. Yazıqdır sındırma küskün könlümü, ələnər gözümdən sel səhər səhər. Məhərrəm deyir, söyləsən dərdini bölərəm yarı, solğun sifətində iz salıb sarı, kiminsə könlündə var intizarı, damma sirrin məndən gəl səhər səhər. Səfər kişi deyir ki, oğlu itan ata gözlər yolları, ələmi dərdləri bölünməz yarı, qəlbimdə Musanın var intizarı, görünməz gözümə, yol səhər səhər. Götürdü görək ay balamansır, yenə Hüseyni ilə. Gedib gəlməyibdir, nə vaxtdan bəri. Gedib gəlməyibdir, nə vaxtdan bəri. Bəlkə dərman adamım, alıb bir pərin, alıb bir pərin, alıb bir pərin. Qorxma məhərrəmdən, al şad xəbəri. Qorxma məhərrəmdən, al şad xəbəri. Əlini ki sənə, sal səhər səhər, sal səhər səhər, ay qabaram. Gedib gəlməyibdi nə vaxtdan bəri. Bəlkə də orada alıb bir pəri. Qorxma məhərrəmdən al şad xəbəri. Əlini kisənə sal səhər səhər. Səfər kişi bir qədər fikrə getdi. Mənim övladım artıq itkindir. Mən ona yas mərasimi hazırlamışam. Bu məndən gəlib muştuluq istəyir. Əlini kisənə sal səhər səhər. Biraz da fikirləşdi. Dedi bəlkə bir şad xəbər gətirir. Adım dərdli səfər, pərişan halım. Huş çıxır başımdan, gedir xəyalım. Qurbanındır nə var dövlətim, malım. Sənin olsun dövlət, mal səhər səhər. Muştuluq verdi ki, budur oğlunla gəlinin gəlir. Yığışdılar bir yerdə getdilər.
Cəfər kişinin evinə. Ağkilsə kəndində Aşıq Musanın atası evinə. Bunları da muştuluqladılar. Bunlardan da muştuluq aldılar. Anası gördü ki Aşıq Musanın səsi gəlir. Ana sevincək özünü atdı çölə, gördü budur oğlu gəlib. Ana bala bir-birinə sarıldı. Allah bütün həsrətləri bir-birinə qovuştursun. Burada Məhərrəm götürür deyir ki, axı oğlunuz gəlib, bu qızlar niyə qara geyinib? Çünki orada da yas mərasimi qurmuşdular, qızlar qara geyinmişdi. Bir şəqai gərayı ilə görək Məhərrəm orada nə təyir deyir. Ah cavanım, haber verin o kimseye. Haber verin o kimseye. Elə bir şansa da gelir, elə bir şansa da gelir. Siyah giyinip kızdaniye, kızdaniye. Zafer vallahi Musa gelir, zafer vallahi Musa gelir. Adım Məhərrəm divali, adım Məhərrəm divali. Çamırı dalam göyçəlin ayarın alma gəldim alım. Yanımda bir Türk gözali, Türk gözali. Yanımda bir ey Türk gözali. Zafer vallahi Musa gelir, zafer vallahi Musa gelir. Kalma yanında bir Türk gözali aman. Zafer vallahi Musa gelir, zafer vallahi Musa gelir. Bəli, söz tamama yetir. El obaya səs düşür ki, Musa sağ salamat gəlib. Allah bütün yolda olanları, qürbətdə olanları sağ salamat evlərinə gəlib çatmağını nəsib eləsin. Artıq toy mərasimi qurulur. Burada Aşıq Musa ilə Mələk Nisənin toy qurulur. 7 gün 7 gecə toy davam eləyir. Toyun axırında deyirlər ki, Aşıq Toğrul öz dastançı folklor qrupundan gəlib. Qoy Aşıq Musa ilə Mələk Nisə xanımın toyunun duvaq qaffasını bir baş müxəmməsindən oxusunlar, məclisimizdə mübarək olsun. Ah bile
Dosta mehriban gözələ Boyuca gerden dinar Zülfü perişan gözələ Dolanıp durur Alıbdır mehriban gözələ Hastayım yalvarırım Həkim olman gözələ Həkim olman gözələ Xəstəyəm yalanım Həkim olman gözələ Həkim olman gözələ Güzel hanım zilveleri Gözellerin kazın kimi Üstün içini yerden çekin Göllerin sonası kimi Göreni mezun eyleyir Elini sevdası kimi Ala gözler şöyle çekir Göllerin sonası kimi Çekeni her renge sanır Peygamber hırkası kimi Baraktı ben işten gelir Gelir kurban gözlere Gelir kurban gözlere Baraktır beni sen gelir Gelir kurban gözələ Gelir kurban gözələ Şeyleri ibadeti Bağlayırsan gözələ Bağlayırsan gözələ Tercihleri ibadeti Bağlayırsan gözələ Bağlayırsan gözələ Tercihlerin ibadeti Bağlayırsan gözele Bağlayırsan gözələ Tercihleri ibadeti Bağlayırsan